Demək, Almaz Yıldırımın Əsir Azərbaycanım və Məsunun İstərəm başına dolanım Təbriz. Hər iki şeir üçün ortaq xüsusiyyət axtarırıq. Hər ikisində vətəni ana kimi mənalandırırlar. Körpələr heç zaman anasız yatmaz. İstərəm başına dolanım Təbriz deyir. Almaz Yıldırım da beşiyimdə layla deyə çağıran Azərbaycan mənim bəxtsiz anam oy deyir. Hər ikisi vətəni ana kimi mənalandırır. Və hər ikisində gördüyümüz kimi vətən yüksək qiymətləndirilir. Məsələn, Əsir Azərbaycanımda biz bilirik ki, vətəni Kəbə səviyyəsinə qaldırır. Həmçinin burada da qürbət beyiş də olsa vətənə çatmaz. Deməli, hər ikisində qürbət vətən mənalandırılır və vətən yüksək qiymətləndirilir.